Azərbaycan Mətbuat Şurasında Tusi Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə tanınmış jurnalist, publisist və ictimai xadim Mirzə Əsgərovun anadan olmasının 70 illiyinə həsr edilmiş Həqiqətin Keşiyində Bir Ömür adlı dəyirmi masa keçirilib. Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, media rəhbərləri, tanınmış jurnalistlər, ictimai xadimlər, Mirzə Əsgərovun ailə üzvləri və media ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında Mirzə Əsgərovun Azərbaycan jurnalistikasında özünə məxsus yerə malik olduğunu, peşə fəaliyyətində obyektivlik, peşəkarlıq və həqiqət prinsiplərinə daim sadiq qaldığını bildirib. Onun həyat və fəaliyyət yolunun gənc jurnalistlər üçün örnək olduğunu vurğulayıb. Tusi Xeyriyyə Cəmiyyətinin sədri Professor Yahya Babanlı, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Xalq qəzetinin baş redaktoru Əflatun Amaşov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, 91-lər nümayəndəsi Eldar İbrahimov və Mirzə Əsgərovun uzun illik dostu Namiq Əhmədov çıxışlarında onun Azərbaycan jurnalistikasının inkişafına verdiyi töhfələrdən, peşəkarlığından, vətənpərvərliyindən və yüksək mənəvi keyfiyyətlərindən danışıblar. Çıxış edənlər Mirzə Əsgərovun ömrünün həqiqətin, obyektivin, sözün və milli mətbuatın inkişafına həsr etdiyini, zəngin irsinin gələcək jurnalistlərə, nəsillər üçün örnək olduğunu qeyd edib. Sonda Mirzə Əsgərovun nəvəsi Araz Əsgərov ailə adına yubileyin tədbirinin iştirakçılarına və iştirakçılara minnətdarlığını bildirib. Qeyd edək ki, Mirzə Əsgərov Azərbaycanın müstəqillinə dəstək vermiş tanınmış ziyalılardan biri, 91-lərin üzvü olub. Məşhur 91-lərdən biri olmuş mərhum Mirzə Əsgərovun 70 illik yubileyinə toplaşmışıq və Mirzə Əsgərov hər bir onu tanıyanların qəlbində vətənpərvər, vətənini sevən, dövlətini sevən və hər zaman prinsipal mövqeyinə seçilən bir şəxsiyyət olubdur və Mirzə Əsgərov o dövrdə məşhur 91-lərə imza atmaqla, ulu öndərimizə müraciət etməklə hesab edirəm ki, öz prinsipal mövqeyini ifadə edibdir və eyni zamanda tək öz mövqeyini yox, onu sevənlərin, vətəni sevənlərin, minlərlə insanın arzu istəyini özündə etib eləyən bir müraciətə imza atmaq, həm də ki, milyonların arzu istəyini özündə etib eləyirdi. Və o baxımdan Mirzə Əsgərov o dövrdə Azərinform, Azərtacın Naxçıvan bürosunun rəhbəri olaraq həm də çox peşəkar bir jurnalist idi. Və eyni zamanda o dövrdə çox yaxşı xatırlayıram, Yenizə Real İnformasiya Agentliyi yaratmışdı. Və o həqiqətən də ölkə ictimaiyyətinə təkcə real həyatımızda baş verən prosesləri ölkə ictimaiyyətinə deyil və dünyaya çatdırılması ilə bağlı mühüm təşəbbüslər irəli sürürdü, mühüm təşəbbüslər göstərirdi. Və bu günləri Mirzə Əsgərov həyatda yoxdur, gənc ikən həyatı vida elədi, tərk elədi, haqq dünyasına qovuşdu. Amma Mirzə Əsgərovu tanıyanların hər zaman onun mərdliyi, onun qürurlu və şəxsiyyət olaraq bir vətəndaş olaraq mövqeyi həmişə bizim xoş yaddaşımızda, xatirimizdədir və Mirzə Əsgərov bizim üçün əziz dost, dəyərli dost, həm də dəyərli bir vətəndaş idi. Ruhu şad olsun, Allahdan rəhmət diləyirəm. Günay Hacıyeva, Müqabil Bəbirxanov, Səs TV xəbər.